Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar dünən qaldığımız yerden devam edirik. Deməli Zeydin paltarları yuyulub bitib. Baxın, buradadılar. İnşallah ki rənglər bir-birinə qatışmamışdır. Çünki bir-iki dənə belə arada şeylər gedib. Fərqli rənglər gedib. İndi bunları qəşəng çıxardırıq, yuyuruq, asırıq. Burada qalan, bilirsiniz də 2-3 parça bir şey qalmışdı. Bir bu tünd rəngdə əlcəklər, bir bu qara rəngdə şalvarı, bir də çantaları ilə ədyalı qalmışdı. Valla istəyirəm bunların hamısını bir yerdə atım, nə yalan deyim. Yəni sadəcə tozlu zadı təmizlənsin deyə yuyuruq da. Yəni məncə şalvarı ədyalla, sumka ilə bir yerdə atsın. Bir dənə şalvardır. Bir şey olmaz. İndi bunları sərirəm. Bunları da atırıq yumağa. Zeydlə 1-2 günlük yenə sağollaşırıq. Şu çantası, çantaları ədyalı, o qara şalvarı ilə 2 dənə də əlcək getdi yuyulmağa. Bunu da qoymuşam buraya. İndi sərib gəlirik. Gəlin kiçik bir dəyişim eləyək. Bir saniyə. Evet arkadaşlar, bitti. Yer qalmadı deyə ağız dəsmalları ilə əlcəklərini bir dənə də adyalını bura sərdim. Bu kadar. Mission completed. Mission complemente. Heh. Mission complemente. He complemente. Arkadaşlar, instrumentlərim, usta ləvazimatlarım çox xoşlayıram. Usta olmuşam. Çünki nə idi? Çünki gözəl. Bura qədər yaxşı gəlmişdin. Arkadaşlar, bütün işlərdə işləmişəm. Bu altıpan figurları qururam. Çox gözəl altıpan figurlar. Düzdür, bu evdə işləməsəm də altıpan figurlarında işləmişəm. Sonra lepkada işləmişəm. Canım istədisin, nə işləmişəm. Sonra emosiyon, nə bilim, həyatda fəhlə, zaten hər bir iş işləmişəm. Yəni ruhumda o var. Yəni qala bilmirəm. Özüm üçün belə zapsasa evdə biliyorsun bolqayda düz evdə çox iş var, amma onların nə heç birində görmürsən, hə? Niyə? Niyə? Həqiqətən niyə? Evet, yəni ben şey deyim. Şimdi mənim aldığım robotlarla sənin aldığın bu ləvazimatların nə fərqi var? Sən nədir? Nə fərqi var? Deyim gözlə. İkisi də işə yaramır. Ustaların yanında fərqləri eləyərdim, köməkçilik eləyərdim. Ustaların direli olardı, mən əl dəyə bilməzdim. Deyərlə qoyaram. İndi usta yanında fərqləri elədiyim üçün indi direlim var, amma özüm istifadə eləmirəm. Amma almışam ki, görüm səni. Öləndə gözü açıq getmir. Ya şimdi nə gecə nə eşqə düşdün, götürdün onu. Sən ləvazimatlarımı qırağa qoyuram ki, özüm üçün yığıram ki, ayaq altda itbat olmasın. Hə, evdə iş olsa da açıb üzünə baxa biləsən. Evdə çox ləvazimatlarım vardı, çox materiallarım vardı. Qazı olanda mən bura gəlmədim ki, sağ olsunlar, hələsi bölüşürlər, halallıq ediblər ki, biri sənin, biri mənim ustalar arasında elə ediblər ki, yəni bir dənə mənə saymayıblardı, bir də Şəhriyara qalsın. Yəni nə əllərinə keçib götürüb sıyırıb aparıblar. Ona görə bunları yavaş-yavaş yığıram qırağa ki, yəni nə vaxtsa da yenə qəza eləsin, ən azından. Allah eləməsin. Şomağız, yeri get buradan. Qayıq olsun. Yox, da qəza eləmirəm, hələ ki eləmirəm. Bir də ki, həyat fanidir, demədi nağı. Bu gün yasa var. O deyir, mən bir şey öyrəndim. Deyir ki, sabahın sözünü heç kimə verməyin. Sabah heç sənin üçün də yoxdur. Sən kimə söz verirsən? Düz deyirlər. Sabahın sözün bəzən verir. Aşkım, o versin ki saatın bura qalmışdı. Bir düzdür. Bir dənə söz ver. Özüm ölüm deyirəm. 2 ildən sonra sənin üçün mən filan maşın alacağım. Sən özünü sığortalısan. 2 illik insanlar yaşamaq üçün, səhhəti pis olan insanların yaşamaq üçün, vallahi indi bir gün əlavə yaşamaq üçün milyonlar tökürlər. 2 il üçün maşın söz ver. Sən 2 il yaşayacaqsan deyə söz verirsənsə, sən gələ o adama var, trilyon verəsən. Çünki 2 il özünü sığortalıysa yaşamaq. Adam bilmir ya sabah başlayır. Ona görə də söz verməyin, yalancı olmayın, yokçu olmayın. Mən bir sənə yadıma düşdü, oturuş. İş axtarırdım. Deyən, ağlaşmalı bir şey gəlir. Ağlaşmadır. Qohumlardan var, qohumlardan. İndi o qohumlar bəlkə baxırlar, baxmırlar. Özüm ölüm gedəndə heç nə apara bilməyəcəksiniz. Ən azından əl açıq olun, əl açıq. Nəsə yaz tədbiri vardı. Gəldi, oturdu, onun təntənaqla qarşıladılar. Oturdu, mənə söz verdi ki, səni filan yerə işə salacağım. Bir həftə, 2 həftə yatmadım.
yoldaşım Əminə ilə bütün gün onun xəyalını qurduğu üçün mən filan yerdə işə girəcəm. Nə axtardı, nə zəng elədi, nə olursa. Sonra bir iki üstündən heç bir şey keçmədi, dedi infarkt keçirib ürəyi göbəyinə düşüb. Amma sonra dirildi, yenə işinə davam elədi. Amma yenə də deyim, yetimə gəl deyən çox olar, çörək verən az olar. Ümumiyyətlə çörək verən yoxdur. Ümumiyyətlə. Çörəyi Allah verir. Heç kim vermir. Düzdür. Mənim gözəl ballarım, bunu izləyən uşaqlara səsləndim, gələcəyimizə. Çalışın, hansı işdə, hansı səhnədə olsunuz, hansı mühitdə olsanız, mütləq şəkildə insanlığı unutmayın mənim ballarım. İnsan olmağı. Biz insanları Allah o qədər möhtəşəm yaradıb. Hər biriniz o qədər gözəlsiniz. Bir-birimizə əl tutanda o qədər gözəl görünür. İnsan insana əl tutanda insan düşləri biz olur. Qıraqdan o yaxşılıqları görəndə. Yaxşılıq eləyin, yaxşılıqla ucalın. Çalışın, harda olursa olun, bir-birinizi başa düşməyə üstünlük verin. Düzdür, indi içində dəli-məli var. Onları da başa düşün, yola verin, geçsin. Amma insanlıq birinci nömrə olmalıdır. Yəni, harda olursunuzsa olun. İnsanlığı unutmayın. Yaxşı aşkım, eyni sözü 4 dəfə təkrarlayırsan, sənin getməyə vaxtın çatıb. Unutmayın. Şəhriyarın oversink saatına düşdüm. Biləndim söz deyim. Arkadaşlar, Gamze Kartal bizi paylaşıb. Bax, əgər bu video baxmamışıq, baxmış olacaqsınız. Gamze Kartal bizi paylaşıb. Təşəkkür edirik buradan. Buradan da Gamze Kartal'a təşəkkür edirik. Bizim videoları izləyib. Düzdür, bu video mənə baxırsa, yəni nə bilim yəni. Evet, yəni Trilil Kartal'dan. Gamze Kartal abimizə də çoxlu salamlarım var. Ərinin adı nədir? Mehmet idi Mehmet deyəsən. Kartal'a da çoxlu salamlar. Qızın adı nədir? Öykü deyəsən. Öykü Kartal'a da çoxlu salamlar. Kartal kimisiniz yəni? Kartal. Kart adılar, kartal yox. Hə. Aşkım git də, git də, git də. Qələt elədim. Konuşuyorum. Onlar beni izliyor ya. Aa. Türkçe. Evet. Değil mi? Stoyka. Manyakım. Ben manyakım. Ben manyakım. Bilirsən nə manyakım? Möhtəşəm sevinç, gülmək, şənlənmək, danışmaq, atlanmaq, düşmək. Manyak! Manyak! Yes! Ben Şako! Emin! Ho ho! Benim! Bunun arada belə tutmaları olur. Nəysə mən də qalxım yuxarı. Növbəti gündən hər birinizi salamlayırıq. Deməli, arkadaşlar bugün gün ortadan başladım videoya. Saat 3'ün yarısıdır, hətta 3'ə qalıb. Gündəlik rutin işlərimizi falan bugün biraz sakit tempdə gördüm. Dedim gün orta başlayaram. Deməli, ilk öncə birinci xəbəri verim. Temu'dan ev üçün bir-iki dənə yüngülvari bir şeylər sipariş vermişdim. Evdə işimi rahatlaşdırmaq üçün. Onlar gəlib, onları gedirik poçtdan götürməyə. Daha sonra yorumlarda əsnatı seçmişsiniz şəkil üzrə. Sağ olun mənə rasxoda saldığınız üçün. Əsnatın minik bir hədiyyəsi olmalıdır. Onu alacağıq ikinci növbədə. Üçüncü növbədə isə uşaqlar səhərə qədər kabus görmüşəm. Şəhriyara da oyanan kimi izah elədim kabusumu. Deməli nə görmüşəm? Yuxumda görürəm ki, Zeyd doğulub və uşaq qalıb. Yazıq avara qalıb, Zeyd doğula bilmir. Gəlib bunun canını qutara bilmədi ya. Elə Zeyd doğulub, Zeyd qurban olma Allaha evdə. Hə? Kabus görmüşəm səhərə qədər. Qulaq as. Uşağı nə qədər narahat edirsən ki, deyim ay ana, əl çək də məndən gələcəm. Vallahi gələcəm. Yox, elə deməyim. Deyim ki, gələndə yalvarasan ki, qayıt dala. Deyirəm ki, qəribə həyatdır, düzdür arkadaşlar. 9 ay qarında gözləyirsən, onun doğulmayını gözləyirsən. Səndən qovuşsun. Sonra o gəlir dünyaya, böyüyür, ana ilə atanı yola salır. Sonra uşaq gözləyir ki, nə vaxtsa mən anamla atamla qovuşacağam. Birinci ana ata uşağın yolunu gözləyir. Sonra uşaq ana ilə atanın qovuşmayı gözləyir. Qəribədir. İndi dünyaya gəlməyi üçün sabah o da bu dünyadan gedib anası ilə atası ilə görüşməyi üçün vaxt sayacaq. Yəni
Sağ ol. İndi onsuz içim qaralmışdı gördüyüm kabuslardan sonra. Nə biraz kabus görübsən? Uşaq Hətta gəlir, deyirəm gəlmir. də yox gəlmək kabus deyildi. Davamına qulaq as. Görürəm ki, uşaq doğulub çıxmışıq xəstəxanadan. Zeyd qalıb bagajda, yadımdan çıxıb bagajda Deyir qalıb. ki, yəni ata, gör neçə nəfərsiz, mən maşında yer çatmayacaq. Maşını dəyişmək lazımdır. Bir dənə 7-8 nəfərdir, Bəli. maşın götür, yerləşməyəcəm ay ata. Ata dedi, indi oğluna deyim, mənim balam, ata indi elə bir vəziyyətdədir ki, maşını dəyişə bilməz. Sənin elə axırıncı yerin elə bagaj olacaq. O da indidən bagaja hazırlaş. Yəni o da o yuxuda onu demək Davamın istəyir. danışım. Açdım bagajı yuxumda gördüm uşaq qıpqırmızı olub ağlamaqdan, səsini çatdıra bilməyib bizə. Dəli oldum. Almışam qucağıma, bağışdım. Sən necə yadımdan çıxartmışam 2 saat poçta deyəsən ha. Vicdan əzabı çəkmişəm. Davamında da nə gördüm arkadaşlar? İndi uşağı bagajdan çıxartmışam axı. Getmişik mola gəzməyə. Uşağın pampersini dəyişməliyəm. Uşağın pampesindən çıxıb keyfsi. Yox. Uşağın pampersini dəyişməliyəm. Nə pampers tapıram, nə prisipka tapıram, nə krem, pişik kremi tapıram, nə altına sərməyə bez tapıram. Hər şeyi axtarırdım, heç nə tapa bilmirdim. Uşağım qalmışdı. Vay. Batıq vəziyyətdə qalmışdı. Uşaq ağlaya-ağlaya cırırdı özünü. Səhərə qədər axtarmışam, pampers axtarmışam. Gəlişimi gözləyirsən, görəsən mənim altımı vaxt-vaxtında dəyişə biləcəksən, məni çağırırsan. Uşaq gələcəyin görüb deyir, yəni onu öyle gəlmək istəmirəm. Bilirəm nə gündə olacağam. Sən elə gör, Onun mən üçün. gül kimi də baxıram, baxacam da. Baxarsan, görərik. Şübhəli. Düzdür, sən panyatkasızlıq eləyib mənə kömək eləməsən, təbii ki, çatdırmadığım şeylər olacaq. Amma kömək eləsən, çatdıraram hər şeyi. Yo, niyə gözləyirəm, gözləyirəm. Nədən istəyirsən? Nəysə arkadaşlar, uzun sözün qısası səhərə qədər yuxumda pampers axtardığım üçün özümə bu işgəncəni verməmək qərarına gəldim və bugün Zeydin baxım məhsullarını da gedirik birlikdə almağa. Yəni çox işimiz var. Birinci poçtdan başlayaq. Haydi let's go. Mən bir də düşməyim, çox düşüb çıxaram maşına, sonra xata gələr başımıza. O da sən düş götür gəl, gözləyirik. Deməli qızlar, getdik kargomuzu götürməyə, amma bağlı idi həmin yer. Ona görə indi gəlmişik Şəhriyarla birlikdə Zeydi yoxlatdırmaq üçün Lənkəranda Uziyə. Həkimim tapşırmışdı ki, 6-7 gün keçəndən sonra bir dəfə də Uziyə mütləq düşməlisən ki, nəzarətdə saxlayaq. Ona görə gəlmişik həkimə. Arkadaşlar Uzidən çıxdıq. Uzi həkimi Şəhriyara deyir, get Bakıya. Uzi gedin. Mən dəli eləyəcək Allah'ın olsun. Biri deyir sür Şəkiyə, biri deyir sür Bakıya, biri deyir sür dünyanın o başına. Mən 3 dənə uşaq dünyaya gətirmişim. 4 dənə uşaq dünyaya gətirmişim. Biz belə şey görməmişik Allah'ın olsun. Belə şey görməmişik. Həkim dedi ki, get Bakıya, Uzi həkimi. Mən deyirəm, yox getmirəm. Bu yapışıb gedək. Mən deyirəm, yox getmirəm. Qırğındır bayaqdan da nəsə. Gözlə belə gəlsəm. Mən bugün işlərim var. Heç bir işimi mən saxlayıb bu dəqiqə gedəmmərəm Bakıya. İndi gedirəm ilk işimi həll eləmək, siz də mənlə gəlirsiniz. Əsnat, gedirəm sənə hədiyyəvi almağa. İlk görəvim Bakıya getməkdən qabaq birinci bunu eləməliyəm. Sən elə saxla, görməsinlər içəni. 2 dəqiqəyə gəlirəm, hazırsan? Yox, heç kəs gəlmir, sürpriz. Çox böyük bir şey olmasa da mikrofonu açım. Orada mahnı olur həmişə. İstəyirəm xırda uşaqların ürəyi sevinsin. Ona görə gəldik minik bir hədiyyə almağa. Mikrofonumun zaryatkası o sırada qutardı. Gəlin. Şakogi mən seçməyə kömək elə. Sən bura gəlmirsən, mən təzyiq var hal-hazırda, psixoloji təzyiq. Sən oturaydın da. Çox pul xərcləməyim deyə gəlib arkadaşlar. Yaxşı, baxıram, bakıyorum, geziyorum. Sənlə bir də mən uşaqlara hədiyyə almağa tək baş-başa çıxsam, bu başıma qapaz vuraram. Ay Allah, nə özümə qarğış qoyuram, qarğış. Sənlə bir də hədiyyə almağa çıxanın Allah bəlasını versin. Amin. Ayıb olsun. Məni dəli elədi, bezdirdi canımdan, Bədba eləyəndə bilmirdi.
bezdirdin sən məni canımdan. Xəbərin var? Niyə bezdirirəm ki səni? Uşaqlar üçün girdiyim maraqlı belə aktivitə eləməyə, oyuncaq falan almağa. Arkadaşım ev doludur oyuncaqla. Mən demirəm sizin. Uşaqdır da, nə vaxt sevinmir ki oyuncağı? Əslində hələ uşaq ruhludur. Özün də bilsən ki, yaş olaraq 9-da Aslında indi geyinib keçirib küçəyə çıxmayı sevir. 5-6-dır uşağım. Nə istədiyini də bilirəm də, biz otururuq baş-başa Temuda falan baxırıq, bilirəm nə istəyir o. Dedim ki, buradan oyuncaq alım. Buradan oyuncaq alınca gedək paltar alaq. Mən özüm üçün aldım oyuncaq. Gedək paltar alaq, qoy sevinsinlər. Yaxşı, gəldik paltar almağa. Girəndə dedi ki, skuter götür. Dedim, yaxşı götürüm. Ya da yox, skuter götürmək indi sürə bilməyəcək. Dedim, mətbəx dəzgahı istəyirdi əsnad otağında qoymağı. Onu götürüm. Yox, o çox bahadır. Bu dəqiqə 70 manat arkadaşlar. İndi mətbəx evdə kastorkamın mənim qiyməti 5 manatdır. Mən uşaq plasmasa 70 manat kastorkaya keçdi, niyə dedi verim? ki, dron al uşaqlar üçün. Sonra drona baxdı, dedi ki, yox, bunun boyu balacadır, xoşuma gəlmədi. İndi gəlmişəm, şalvar alıram. Şalvar bəlkə köynək götürəsən, dəyişənən yox. Deyirəm, köynək alıram. Deyir, bəlkə şalvarı götürəydik. Aşkım, şu cəmaət evi miting eləyirsən. Ay, məni dəli elədin sən. Tərəzi bürcü olan mənəm. Qərar verə bilməyən adamı dəli eləyən sənsən. Düş getdik. Axırıncı idi bu, axırıncı. Bundan sonra uşaqlar özünə açki aldırdı mənə. Sən necə arsız adamsan? Nə arsız adamsan? Mən uşaqlara hədiyyə almağa düşmüşdüm, sənə yox. Uşaqların atasıyam mən. Mən olmasaydım uşaqlar olardı. Uşaqlara hədiyyə almaq üçün sənə də alım, rüşvət verməyə lazımdır sənə. Elədir. Yer get otur maşına. Mən olmasaydım onlar olmazdı. Get otur. Evet arkadaşlar, hədiyyəmi aldım. Hədiyyəm bu paketin içindədir. Əsnatın hədiyyəsi. Əsnat, verim. Əsli, gör nə gözəl şeylər seçmişəm sizi. Bir dənə gözümü yum. Hamı yumsun da, siz də görməyin. Bir kim gözünü açıq qoyub? Yox, Məryəm. Ata sən zavandasın. Açdın da. Məryəmin üçün axıra saxla. Açmasınlar. Gözə taş tatmaq makas. Hə. Kim birinci bu? Taş, şart, makas. Taş, şart, makas. Gəl, Məryəm çıxdı. Məryəm çıxdı. Taş, şart, makas. Taş, şart, makas. Sən də çıxdın. Rabiyə gəl. Rabi birinci. Taş, şart, makas. Rabi. Mən seçəcəm, üçü də uduzdu. Seç. Ekti bilmirəm, laləni dindirmirəm. Lalə Uşaqların ürəyidir. Nizaminin dostudur. Dama yufka. En bir de yüzüm başım tuttum. Rabiyə gələ. Eləmə. Qışqırma. Bırak da. Uşaq gəldi. Aşkım bırak da. Bir de yüzə də. Ay aşkım. Ata gördüm de. Ürəyim partladı mənim. Verirəm. Yo bir de gözlə də. Bir de gözlə. Qoy mən istədiyim, mən bildiyim kimi elimdə. Hə. Konserə vurdum. Ekti bilmirəm, laləni dimdim. Ürəyim üzdü. Əsinki. Dayan. Əsinki. Gözlüyüm. Əsnat xanım, açın. Oha. Çok geçerli. Əslində sən bilirəm köynək istəyirdin, amma daha gözəl şalvar tapdım sənin üçün, ona görə şalvar aldım. Necədir? Şübədir. İndi olan Rabiyən kim verir? Yo. Rabiyəni axıra saxlayıram. Niyə? Evin böyüyüdür. Aşkım, çəkmək Onda üçün də kadrın bu tərəfi düzgün Yaxşı, çəkir. onda ikisini də ver. Onda Rabiyə buyur, bu sənin. Məryəm, bu da sənin. Oh my god. Çok sağ ol aşkım. Oha. Cizcin qabanda rahat qalıb şəkil çəkdirə bilərsiniz. Siz də sağ olun, nuş olsun. Zövqümü bəyəndiniz. Yalan danışır, onun zövqü deyil. Bu da hədiyyə paketiniz. Siz sağ olun. Amma bu arasında mən elə deydim şey hər nə ötürə bularsa o biraz xainlik elədi bilmirəm. Ay Allah, şok deyil. Əlim ağzımda qaldı ki, ora baxay. Ögey ana. Düşün. Ata düşün. Bəyəndiniz qızlar. Çok sağ ol öpüşüm. Can sağlığı ilə. Gidebiliyiz. Deyirsən, dedim. Şako, indi növbəti işimiz. Mən bir dənə apteka apar, zəhmət olmasa. Aşkım, yaxşı da. Apteka harda aptekliyəm? İndi harada istəyirsən, sən çata, istəyirsən çatmaya da. Apar mən apteka. Getdik arkadaşlar, let's go. Atam. Onu evə saxlayın, çatırıq. 15 dəqiqə evdəyik. Getdik.
Deməli qızlar çatdıq Astaraya. Şəhriyar sağ olsun bağlamamızı götürdü. İndi köpür arkadaşlar. Karnım çok pis köpür. yenə köpdün. Öyle bu da şişi bu da öyle mi sanırım? Bu neçə gündür partlayır, bilmirik niyə. Nəysə düşün. Düşün gedək köpmüsən, təzdən tıxıysan. Öləndə tox getməz. Öləndə tox niyə getsən axı? Ay, deli sözü. Aa, dəlidir nə deyə düşün. Deməli arkadaşlar dünən Məryəmin ürəyi badımcan qızartması istəmişdi. Düşdüm maşından ki rahat danışım, çöldə də duf 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 elə qoyublar maşını, dəhşət. Deməli dünən Məryəmin ürəyi badımcan qızartması istəmişdi. Şimdi düşüyoruz malzemeləri almağa. Onlar üçün həmmə cürə belə qızartma eləyəcəm. Bir də Zeydin 1-2 dənə məhsulunu almağa gəldik. Deməli qızlar Şəhriyar getdi badımcan, toyuq, kartoşka zat götürməyə. Mən də gedirəm uşaq bölməsinə, görək orada nələr var. Deməli qızlar gəldik evə. Onu deyim ki, axtardığım çox şeyi tapmamışam qəti surətdə. Nə aldıqlarımı sizə göstərəcəm. İlk öncə Temudan gələn bu bağlamanı açaq. Hər kəsə maraqlıdır bayaqdan evdəki bunun içində nə var. Açıyorum hazırsanız. Ev üçün bir şeyler almışam. Bir də yeni siparişlər eləmişəm, onu da sizə göstərəcəm. Qətiyyən reklam deyil uşaqlar. Prosta mən kargo açma videolarını sevirəm deyə istəyirəm sizə də göstərim. Deməli uşaqlar, hamamın yerlərini rahat köpükləyib silmək üçün Allah, bunu necə işlədirlər ya Rəbbim. Nəysə, belə bir şey almışam. Şampunu misal üçün cifi və yaxud da hər nədirsə yerə töksüz. Bu hissəsi ilə fırçalayırsınız, bu hissəsi ilə də sonra şak 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 çəksiniz. Yerə əyilməyinizə ehtiyac qalmır. Prosta bunu qurmaq lazımdır. Amma necə qurulduğu haqqında heç bir fikrim yoxdur mənim. Səhv göndərməyiblər görən bunu. Çünki bura necə keçəcək? Bunu nə düşünüb belə qoyublar ki? Bunu necə quracağım? Hə, tapdım. Budur, yox. Hə, budur. Haqlarına girmişəm, pardon. Deməli, bunu bura belə keçirdirik. İndi vırıb sındıracağım hər yeri. Ya Allah. Biraz da gücəlsəm. Şo. Demək olar ki, hazırdır. Şoda hamamda əyilməyə ehtiyac yoxdur. Belə bir şeyimiz olur. Burası ilə fırçalayırıq. Burası ilə çəkirik. Bunu indi sağlamlaşdırmaq lazımdır. Videodan sonra eləyərəm. Daha sonra evdə işlərimi asanlaşdırmaq üçün nə tapmışam, götürmüşəm. Belə bir şey almışam. Bu bilirsiniz nədir? Niyə belə az? Hayrola bacım. Nə? Bu çox balacadır. Bu nəli bir dəfəlikdir ki? Trap üçün belə bir zincirvari bir şey almışam. Deməli bunu kəsirsiniz. Hamamda çiməndə yapışdırırsınız yerə. Tüklər yığılır da bir dəfəlik bunu qopardıb atsız zibilə. Bir də əlinizlə tükləri yığmaya ehtiyac qalmır. Belə bir şey almışam. Bir də bunu əslində Teymur Store'a getməmişdən qabaq sifariş vermişdim. Oradan aldığım üçün əslində bu artıq qaldı. Belə dəmləmə poşetləri almışam. Dəm çaynikin içinə hər dəfə dəmi tök boşalt olmasın deyə. İndi gəlin sizə market alışverişimi göstərim. Apteka alışverişimi. Axtardıqlarımı çoxsunu tapa bilmədim. Nə yalan deyim. Deməli, soruşdum yapay zekadan. Dedim ki, ilk doğulan gündə, ilk günlərdə körpənin nəyə ehtiyacı var? Baxım çantasına yığmağa. Dedi ki, deməli pişik kreminə ehtiyacı var. Ən yaxşı pişik kremi hansıdırsa yorumlarda yazın, çünki hələ almamışam. Altını dəyişdirəndə altına sərməyə bez lazımdır dedi. Belə bir klonka almışam. Misal üçün çöldə, bayırda normalda bunu steril dəyişmək üçün istifadə edirlər. Amma bizdə evdə hər yer ağ olduğu üçün,
Divan ağ, mənim kravatım ağ, nə bilim, xalçalar ağ, hər yer ağ olduğu üçün əslində bunu daha çox evdə işlətməyə almışam ki, batmasın. Yəni bilmirəm çünki necə bir şey olduğunu, uşaq bezi dəyişdirməyin. Bir də Zeydin ilk bezini almışıq arkadaşlar. Bunu da necə almışam? Ay Allah, bez tapmaq çox çətin imiş 0 üçün. Hara gedirəm, tək bir markanın 0 aylıq bezi var. Başqa markalar ya çox alınır, belə çıxır ki, bitir, ya da nəysə. Markanın, vəbşim, önəm vermədim hansı olduğuna. 0 aylıq aldım. Bir də bu hissəsinə baxın. Uşaqların təzə doğulanda göbəyi olur axı üstündə. O göbəyə dəyməsin deyə pampers ortadan bu formadadır. Belə bir şey olduğunu bilmirdim. Mən dərd götürmüşdü ki, birdən pampersi bağlayaram, uşağın göbəyinə dəyər. Hə, arkadaşlar, kameranın yaddaşı doldu. Uşağın göbəyinə dəyər, incidər. Ona görə belə bir şey aldım. Səhərə qədər yoxumda kabus kimi pampers axtarmışam. Özdə yoxumda hansı pampers almışdımsa bəxtimdən gəldi o pampers düşür. Yəni onu almamaq üçün əlimdən gələni elədim. Başqa markalar axtardım, gördüm yox, yoxumda görmüşəmsə bu mənə alnıma yəqin ki yazılıb. Zeydin paltarları bu arada quruyub. Sabah çantasını düzəldəcəyik bir yerdə inşallah. Sadəcə çantaları qurumayıb. Çünki çantaları sonradan yudum axı. Hələ içləri nəmdir, baxın. İndi içləri qurusun, geçən pamperslərini, o bezlərini, paltarlarını falan hamısını bir yerdə yığacaq çantanın içinə. Bir dənə geriyə qalır almaq pişik kremi, soskası, putulkası, vşo. Məncə qalan hər şey var deyə düşünürəm. Bir də deyirlər ilk günlərdə uşaqları salfetka ilə silmək məsləhət görülmür, nəm salfetka ilə. İlıq su ilə pambıq istifadə eləmək məsləhət görülür. Ona görə pambıqla ilıq suyu da indi yəqin ki orada burada taparıq da. Onu da çantaya qoyamayacam. Aldıqlarım bu qədər. İndi qalxırıq yuxarı. Uşaqlar üçün yemək hazırlamağa. Haydi. Bu arada kızlar, siz görmədiniz Rabişlə Məryəmin köynəklərini. Yaxından göstərim sizə. Baxın, bunu Rabiş üçün aldım. Rabişin ləkələməklə çox arası yoxdur. Göz dəyməsin. İndi bunu deyərəm, köynəyi ilk geyinən gün ləkələyər. Ona görə mavi rəngdə almağa ürəyim, cəsarətim çatdı. Məryəm amma həftə 8, mən 9 paltar ləkələyəndi deyə ona belə bir kamuflaj köynək almışam. Eyni köynəkdir ikisində də, prosta rəngləri fərqlidir və məncə çox minnoş və şirindir. İnşallah can sağlığı ilə geyinsinlər, əyinlərində də görərsin zaten. Arkadaşlar, keçdik market alışverişinə. Burada toyuğumuz var, badımcanımız var. Birdən mədəm yanar deyə qorxudan simiçka almışam. Şəhriyət çörək alıb. Sonra kartofumuz var, almamız var, biberimiz var. Bir də Uzidə həkim dedi ki, bizdə xırda bir risk var axı, hər an yəni qaça-qaçdan Bakıya gedə bilərik. Ona görə kök suyu məsləhət gördü. Şəhər qaça-qaça gedib kök alıb. Bir də zibil poşeti arkadaşlar. Balkonu yenə dolduracağıq. İndi nə eləmək istəyirəm? Saç kimi bir şeylər eləmək istəyirəm, amma bizim saç tavamız olmadığı üçün normal tavada eləyəcəyik. Badımcan, toyuq, kartoşka, biberzat, belə hamısını qaçıq qızartmaq istəyirəm. Çox danışmıram, keçirəm işə. Çünki vaxtımız azdır, sizin üçün videonu da paylaşmalıyım. Arkadaşlar, Şəhriyar əminiz mənim üçün tavaları yudu, gördüyünüz kimi. Toyuğu yudu, doğrayır. Bir-birimizdən küsmüşük, söz yola. Amma yenə də girmişik ikimiz. Arkadaşlar, mənim canım ağlayanda heç kim məni eyni almır. Niyə? Gecə sən üçün nə qədər mən narahat oldum. Narahat olmayla dörək, gələk ovdum belivi. Hərəkət eləyəsən. Qarnıvı gəyirəsən deyə nə qədər sıxdım. Mən ağzımı açsan. Sən elə belimi sıxmırsan axı, indi bu ində ölürəm. Ayıb olsun, öz elədiyin hərəkət idi də, mən sənə köməklik elədim. Nəysə, kartoşkaları, badımcanları, biberləri mənim üçün yudu. İndi də toyuğu yuyur arkadaşlar. Toyuğu yuyacağım, küsmüşük, amma özüm doğrayıram. Doğrayacağım, qızardacağım, hamısını hazır edəcəm. Axırda deyəcək ki,
İnşallah bu gün plan yeməyi pişirdim. Mən nə vaxt elə hərəkət eləmişəm ki, nə eləmisənsə hər şeyi göstərmişəm həmişə. Eləmədiyimi də, elədiyimi də göstərmişəm. Danışmıram heç məsəl. Minnətin olsun. Danışdırma məni. Qoy sizin qabağınızda eləyim, sonra boyunlarına qoyamıram. Mən elədiyimi də öz boyunlarına götürürlər. Hop. Sarıya bax sən. Sarı mikrob. Sarı mikrop sənin dadındır. Dadamdır. Ayıb olsun sənə. Verin bu ağzın payın yorumlar. Neyse, dadama görə Şəhriyarı linçləməyə dəymir arkadaşlar. Allah'ın da dadım bir gün bizim ikimizi de gece yatan yerde öldürecek. Neyse, patlıcanları doğrayıram. 2x'e qoyuram. Görün mən eləmişəm, sonra boyunlarını qoyamıram. Mən söz deyə bilərəm. Bu mənim əsəblərimdən oynayır. Bunu indi tutub döyəcəm. Arkadaşlar ora yığılır. Kimin evinde varsa desin bize. Demək 100 gram 100 gram düyülər yedir. O yumru düyüdü. Yumru düyünün pişən düyünün içine qatım mən. Kişliyə bu. Demək kimdə kişmiş yoxdursa desin bize. Aşkım, uşaqlar deməli kişmiş alıb, kişmiş düzdür. Düyü pişəndə Kişmiş. Evet şimdi bilmiyorum. bir dəqiqə aman ver, kəs səsini. Kişmiş. Bir dəqiqə dayan da sözümü deyim. Çox şey oluram, naqruskaya düşürəm qışqıranda. Qoymursan sözümü deyim. 20 dəfə danışırsan. Kişmiş alıb, ağ kişmiş. Evdə öz səs eko verir dostlar. Elə bilir ki çox adam danışıb qışqırmalıdır. Düyü bişirəndə qızardıb üstünə tökməyə, düzdür? Evdə düyü bişməyib, nə qarım o kişmişi? Mən saxlamalıyam şkafda, düyü pişəndə qızardıb qoymalıyam da, qabağına kişmişsiz düyü qoymuşam bəyəm. Səndə günah yoxdur, sağlıqla yetimi. Gedib fıstıq alıb özü üçün, mən fıstıq yemirəm. Yadından çıxıb qalıb fıstıq şkafda, dünən təzdən fıstıq alıb. Məni günahlandırır, bu tıxda fıstıqları mən nə harmalıyam? Bu da bizim davalarımız. Bravo, sən nə? Dünən axşam sənin yeyib otaqda qoyduğun konfeti düşürtmüşəm aşağı. Əsəbləşirəm, şərliyir məni, kömək eləyin. Qalxıb mən makyaj masamın üstündə uşaqlar dünən zıqqımlanıb şokolatı, oraları da şokolad eləyib, ağzından töküb bütün şokoladları, qırıntıları. Səhər durdum, stəkanını da götürdüm. Şokolatını da bükdüm kağıza, düşürtdüm aşağı. Atmadım da heyfdir, bunun dişi dəyib. İndi o şokolatı mənim gözümə soxur. Tıx da, axıra qədər tıx. Doğrayıram ha, badımcanları mən doğrayıram. Vallaha geyinir uşaq geyimləri. Ustam da görüb buna verdi. Ay Allah, sən neçə yaşın var? Bu da gelir. Bu dillənmədi. Neçədə oxuyursan sən? Deyir, qutarmışam. Ha, mənə də verirsə. Sən böyük qızımdır. Deyim, böyük qızım da oraya. Astagfirullah, arvadımdır. Sonra belə baxın, usta utancında necə qaşı yoxa çıxdı. Yaxşı olur sənə, yaxşı olur. Betər ol. Arkadaşlar, badımcanlar getdi qızarmağa. Yarısı da hələ burada gözlür. Görün nə qədər badımcandı ki, bu 2 dənə qazın altını yandırmışam bu dəqiqə. Nə boyda tavaya düzmüşəm bunları. Yenə də artıq qalıb. Yəni biri bir şey istəyəndə mənim abartma səviyyəm. Burada da biberləri gözlədirəm. Axıra yaxın atacağım çünki bunlar tez ölürlər. Burada da kartofları doğramışam. Bunları bekletiyorum. Akşam yeməyini pişirəm. Amma videonu burada sonlandırıram arkadaşlar. Geriyə qalanını növbəti videoda baxarıq. Çünki gec olmadan istəyirəm sizin üçün videonu paylaşım. Ümumən bu günümüz məncə yaxşı keçdi. Ən əsas da uşaqlara sürpriz hissəsi. Ümid edirəm ki, siz də bəyənmiş olarsınız. İndi qaçıblar, hamısı sumkaların yığıblar Bakıya getmək üçün. Əsnad gəlib deyir ki, gəlin gedək, bu axşam çıxaq deyir. Yataq yolda qəşəng ləzzətli yuxu ilə gedək, çataq Bakıya. Dedim, bilmirəm bugün axşam çıxaq, yoxsa sabah axşam çıxaq, qərarsız qalmışam. İndi sabahki videoda bilərsiniz, bu axşam yoxsa sabah axşam. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi guci.